Her vaxtınız xeyirli olsun, dəyərli və əziz millətimiz. Bugün bu çağda, bu saatda, sabah saatlarında sizin qulluğunuzdayıq və olub bitən bu günlər İsrailin İrana saldırısı və bitənləri güncəl olaraq, yəni də ispisi olaraq bu xəbərləri sizinlə paylaşmaq istəyirik. Bildiyiniz qədərilə İsrail axşam gecə yarılarından İrana saldırmaya başladı. Ve geçen gün de tahmin ettiğimiz kimi İsrail ile İran arasındaki anlaşmalara ve bu uzatmalara, zaman almalara dözməyəcəkdir. Zaman zaman bunu İsrail tərəfindən biz eşidirdik. Maalesef de bir çoxları siyasi təhlilçilər belə düşünürlər ki, Amerikanın izin olmasa İsrail İran'a saldırmayacaqdı. Ama bildiyimiz qədərlə İsraildə Netanyahu'nun verdiği sözlərin tutmasını biz bu günləri ona şahit olduq. O səbəblə də bu günləri özel olarak bir programla sizin qulluğunuzdayıq, çalışacağıq ki, olub bitən hər nə varsa bu saldırının nə qədər böyük boyutda olduğunu, olub bitən hər nə saat be saat sizinlə beraber danışaq. Bugün bu saatte değerli Güneş TV'nin müdürü Cənab Əhməd bəy Obalı da buradadır. Əhməd bəy sizi də xoş gördük. Hər vaxtınız xeyirli olsun. Və bilirəm ki də eyni mənim kimin də yeni xəbərləri izləyirsiniz. İsrailin saldırısı gerçəkləşibdir. Bir çox devrim muhafızlar ya Sipah Bastaranın başta giden unsurları, həstəyi atom bombasıyla demək olar əlaqəli adamlarının öldüğünü xəbərlərdə yavaş-yavaş yayılmağa başlayıbdır. Siz bu olayı necə görürsünüz? Yəni İsrailin saldırısını dedim, ben ilk başta ondan sizden soruşum ki, bir çoxları düşünürlər Amerika izin olmasa İsrail saldırmayacaq. Amma bizimdən görürük ki, İsrail saldırıbdır və İranda bir çox yeri hədəf alıbdır. Bu haqda buyurun güncel xəbərlər təhliliniz nədir? Bilirsiniz, mən də sizə həmvətənlərimizə salam eləyim, ərz eləyim. Bugün bizim bu özel veya vicə programımız əslində tək xəbərləri yetirmək deyil. Əlbəttə ki, fikirlər danışılar, fikirlərimiz vardır və millətimiz nə etməlidir? Bunu da danışmalıyıq birazdan. Nə gözləməliyik millətimizdən? Rejim nə istəyir eləyə, bunları da danışacağıq. Əvvəla deyəm ki, İsrailin baş naziri, Nüvə vəziri Benjamin Netanyahu'nun dediyinə görə də bu həmlə, bu hücum millətin əleyhinə deyil. Netanyahu danışığında dedi ki, bu millətin əleyhinə deyil, İran rejiminin əleyhinə ki, 46 ildir sizin başınızda zülm eləyir. Bunu dedi. Netanyahu həm də dedi ki, belə bir söz dedi ki, mənim hətta sizə bir hələ xəbərim də vardı deyim. Sizin azadlığınıza yaxın qalır, az qalıbdır. Azadlığınız yaxınlıqda olacaq. Yəni, bunu da bəzi müfəssirlər belə deyirlər ki, İsrail güya bu rejim yıxılana qədər vuracaq. Yəni, indi bu nə qədər gərək düz olacaq, olmayacaq, bu başqa bir məsələdir. Bugünkü İsrailin İran rejiminin əleyhinə, mollaların əleyhinə elədiyi hücum çox dərin və genişdir. Yəni dərin və geniş bu mənada ki, İranın bir çox şəhərlərində əvvəla İranın hədafənd həvaisini, yəni hava müdafiə sistemlərini vurubdur. O cümlədən Təbrizdə də, Sərdəridə də vurubdur. Təbrizin özüsünə bomb düşməyibdir. Sonra İranın raket mərkəzini, muşək mərkəzini vurubdur. Bu rejimin əlbəttə deyək, biz dil adət edib İran dedik, rejiminkidir. Yəni millətə aid bir şey yoxdur. Sonra Nətənzi vurubdur. İranın atom mərkəzini vurubdur. Tehranda təqribən 12 yeri vurubdur Tehranda. O cümlədən bir neçə rejimin, Sepahın komandanlarını, komutanlarını və ya
fərmandehlərini vurubdur. Hüseyn Səlami Qasım Süleymaninin yanına göndərilibdir. O cür ki görünür mən biraz zarafat yana da deyim. Çünki bu rejim millət öləndə zarafatla danışırdı. İndi növbə bizdədir. Rejimin adamları öldükcə biz də zarafat eləyəcəyik. Necə ki Qasım Süleymani kotlet olmuşdu. Bu Səlami çox möhkəm danışırdı dünən. Ancaq bir gün onun nə olub, kotlet olubdu və ya heç tapılmır necə ölübdür. Onu biz bilmirik. Amma bilirik ki ölüb, rejimin özünün dediyinə görə. Baqiri ölübdür, İranın qərargah rəisinin indi deməli, yəni komutanı, yəni fərmandeh Skorli Setat öldürülübdür. Onun yerinə səyyarını qoydular. Səlaminin yerinə Səlami ilə birlikdə başqa bir general, Sepahın generalı ölübdür, Rəşid. Xatəmül Ənbiyanın demək, müdürü, fərmandehi və ya komutanı ölübdür. İranın bir neçə atom məsələsi ilə məşğul olan, atom bombi ilə məşğul olan demək, elm adamları öldürülübdür. O cümlədən ən azı ikisinin adını İran özü deyir. Şəmxanini vurublar, hələ bəlli deyil o. Onun ölümünü rejim hələ təyid eləmir. Necə ki, Baqirini də təyid eləmirdi, təzəlikdə təyid elədi. Sonra Nətənzlə birlikdə İranın o ətrafda olan pədafən təbaisini vurub İsrail və İsrailin dediyinə görə bu birinci dalga idi. İndi ikinci dalqada başlayıb. İkinci dalqa gəlir indi. Sonra İsrailin dediyi budur ki, bu hələ birinci gündür və bu davam edəcək. Nə qədər davam edəcək onu demir. Amerika dövlətinin bu işdən xəbəri olubdur. Çünki bilirsiniz, indi bir neçə gün idi ki, bunlar səfirlikdəki işçilərin sayını azaldırdılar. Orada ailələri çıxartdılar hamısını və s. Amma Amerika dövlətinin dediyinə görə, Marco Rubio'nun bəyaniyəsinə görə, Amerika dövləti bu hücumda şərik deyil. Yəni Amerika dövlətinin təyyarələri və ya bomba əfkənləri yoxdur bu məsələdə. Daha nə deyim xəbər? Son xəbərlər əlbəttə çoxalır. Mən bu qədər deyim ki, bu hücum bir çoxlarını necə deyim, şok eləyibdi, bir çoxlarını sürpriz eləyibdi, bir çoxlarını da heç də sürpriz eləməyibdi. Görsənirdi, yəni gözlənirdi. Gözlənirdi ona görə ki, əvvəl Amerikanın bu siyasi ekiplərinin məntəqədən çıxarılması özü bir əlamət idi. İran dövlətinin də tez-tez bizi vursaz, biz də məntəqəni ota çəkəcəyik demələri, o da bir əlamət idi ki, İran məsələni bilir, qorxur və ən mühüm budur ki, Əraqçının dünənləri son bəyaniyəsi bu idi ki, əgər deməli, onun sözü budur ki, əgər təhrimləri götürsələr, biz hər şeydə anlaşa bilərik. Yəni artıq da o bu da son təslim olmasını demək istəyirdi, ancaq ona da qulaq asmadılar. İsrailin dediyi budur ki, İranın atom bombaları və atom məsələsi və atom məsələsi qədər də onun İranın balistik raketləri, muşəkləri İsrail üçün bir həyati bir təhdiddir. Yəni bunlar məhv olmadan İsrail durmaq istəmir. Və bunun üçün də Amerika dövləti də İsrailin əlini boş qoydu, rahat, yəni boş deyəndə azad qoydu ki, öz işini görsün və indiki, yəni son gələn xəbərlərə görə hücumlar davam edir və İran dövləti
nə qədər təhdid eləsə də hələlik bir əksül əməl və ya reaksiyon özündən göstərməyibdir. Buyurun Məsud bəy. Əhməd bəy, burada ən önəmli məsələ İsrailin kimi harda vurduğudur. Burada deyirlər nöqtə atış. Yəni hər kəsin yeri bəlli edir. Devrim Mühafizə Sipah Pasdaranının Üstadı Kullu fərmandehini ya istədiyi adamları evlərində deyirlər o gizləndiyi yerlərində vurur. Bu özü bir dənə böyük bir demək olar operasyondur. Yəni boş-boşuna deyil. İsrail bunların üstündə hesab kitab edibdir. Və neçə gün bundan öncə də yəni buna da diqqət yetirməmiz lazımdır. Niyə təxminlərdə bulunurduq ki, bu İsrail bura saldıracaqdı? İranın bu meydan oxumaqları. Yəni 3 gün öncə idi ki, 2 tonluq dedi biz mənzilli muşək göndərdik. Bunu azmaş etdik. Hətta bir çox başqa məsələn şayələri buraxmışdılar. Bir zaman İsrail deyildi, İran qəbul etmirdi. Devrim Mühafizə Sipah Pasdaran məsələn özləri yazmışlar ki, biz uzun mənzilli füzələri hətta Bəsrə körfəzindən Əraqa, yəni orada məsələn Həşd Şəbilərlə onların payqahlarına göndərmişik və oradan Amerikanın bütün üslərini, payqahlarını vuracağıq. Və o səbəbdən də geçən 2 gün içində bunu da diqqətə almamız lazım. O payqahlarından, bir çoxlarından elə nüvlarını boşaltmağa və eyni halda da savunma sistemi pədafəndə demək olar həvaisini və o sistemi difaisini gücləndirməyə çalışırdı. Yəni bunlar hamısı bir şeye nişan verirdi, bir olaylar vardı. Yəni mən belə düşünürəm, təhlilin budur ki, Amerika bu işlərdən xəbəri var idi, amma Amerikanın istəyi doğrultusunda olubdu, olmayıbdı, bu bir şeydir. Amma qabaqsa da mən fikrim budur ki, bilməm siz necə baxırsınız, qabaqsa da İsrail öz başına deyilirdi ki, İrana saldırıbdı və ancaq Amerika eyni dərəcədə biz İsrailin arxasındayıq. Yəni İsrailə saldırı olsa, mən bilməm, mən düşündüyüm budur ki, illa ki Amerika müdaxilə eləyəcəkdir. Yəni Amerikanın nüvələri boş-boşuna oturmayacaqdır. Yəni bunların hamısını nəzərdə tutaraq bunu dəyərləndirmək lazımdır. Sizin fikrinizi istəmək istəyirəm ki, bu qədər yerində, hər kəsi evində, hansı nöqtədə olduğunu edərək İsrailin bu saldırısı bu çox əhəmiyyətlidir mən bildiyim qədərilə. Siz buna necə baxırsınız? Yəni bu qədər adamları öz evlərində belə vurubdur. Bəli, burada əlbəttə ki, İsrailin İrana hücumunun keçmişdən bir metodu indi göz qabağındadır, biz görürük. Yəni nədir keçmişdən olan metod? İsrail yadınızda olsa Hizbullahı da, Haması da eyni belə vurdu. Yəni əvvəl o fərmandehləri, komutanları, başda gələnləri bir sadə dildə desək dənlədi, vurdu, öldürdü. Ondan sonra keçdi ikinci deməli rütbəli adamlarına. Güney Azərbaycanda da, yəni Güney Azərbaycanın Sipah Pasdaranın var olduğu payqahlarına da həmlə olduqlarına biz xəbər var. Urmiyədə, Təbrizdə. Ancaq bunlara baxmayaraq mən bugün qərilə İsrailin çalışması budur ki, İranın sistemi difaisini vursun, yəni proqramı ya atom bombasına təşəbbüs göstərdiyi və iddia elədiyi məsələlərə doğru bunları etkisiz hala gətirsin. Bunu oxumaq İrana böyük maliyyət oldu. Bunu hamımız görürük. Bunu yanı sıra İran rejiminin nə qədər zəiflənməsi və burada boş-boşuna meydan oxumaqları və illa ki də Amerikaya, yəni bizim uzun mənzilli füzələrimiz var, hər yerə saldıra bilərik və bütün bölgəni ateşə çəkə bilərək deməkləri illa ki də deyərlər ki, sonuc vermədi və bu sonucu etibarilə böyük İsrailin Amerikaya saldırısına biz İrana saldırısına başlayın. İrana saldırısına biz şahidik. İndi İranın buna təpki nə göstərəcəkdir? Və mən bildiyim qədərlə ən son xəbərlərə görə bu Devrim Mühafizə Sipah Pasdaranının fərmandehlərinin yerini indi Xamenei bilməm hansı mağarada gizlənibdir. Orada onların yerinə başqalarının tənifə yəni demək olar mail göstəribdir. Onların xəbərləri yayılır. Bununla yanı sıra biz düşünməliyik. Yəni keçən axşamki proqramda da mən öz fikrimi əziz millətimizlə paylaşdım.
İsrail illa ki Amerikanın xəbəri vardı, amma Amerikanın istəyi bu değildi. Amerika ya Trump'ın istəyi İranla masaya başında oturmaq və İranı birbaşa təslim olmağa iqna etməkdir. Yəni bunu çox rahat, net danışmaq lazımdır ki, İranla masaya oturup da bir anlaşma anlamına ben özüm ona vermirdim. Yəni bu da anlaşma diye bir şey yoktu. Doğrudur, İran çalışırdı bunu anlaşma kimi göstersin və istəyirdi ki, ilk addımlarda bile olsa Amerikadan bu təhrimləri qaldırmasını istəsin. Amma biz gördük ki, Amerika bu təhrimləri günü-gündən hələ bu günə kimində daha da çoxaldıq. Yəni Trump'ın istəyi bu idi ki, İran daha günü-gündən zəifləsin. Ancaq İranın və çevrim mühafizlərinin, sipah paslarının son bu günlərdə yekə-yekə danışıqları, meydan oxumaqları, atom bombasına bir neçə saat qalır, əl tapmışıq, hətta iddia elədi bəziləri, yəni sipah paslarının yaxın kanalları mən özüm izləyirdim ki, iddia elədi ki, biz buna da qadir olmuşuq, yəni hətta o atom bombasına da qadir olmuşuq. Gerçekten de özümüz değil, ayrı oturaq düz danışaq. İranda bir ağıl, doğru, düzgün bir şey yoktu. Yani başta birisi yoktu. Dünyanın əlavə çəkək dediklərində də göstəriblər ki, əlavə çəkiblər. Yəni bu günə kimində bu işi görüb. İranın proksi güclərinin də Əraqda, Suriyədə, Lübnanda, Filistində, hara baxdım məndə, bütün bu alanın hamısını əlavə çəkiblər zaten. Və indi yavaş-yavaş bu qolları elə istər İsrail olsun, istər Türkiyə olsun, istər bəzi ölkələr buna müdaxilə etdilər, bunun qol qanatını demək olar kəsdilər. Amma bu deməkdir ki, bu yaralı ilan bitməmişdir. Bu ilanın başı yenə də bu rejimdir. Yəni rejim bu fəlakətlər belə devam edəcəkdir. Əhməd bəy, tekrar xoş gördük. Görüntüdə sanki bir sıxıntı yaşandı. Buyurun siz deyək, yəni bu nöqtə atışlar necə idi və İran buna sizin nəzərinizə bir təpki göstərə bilərmi? Ya o da belə durumda varmı? İsrail'in aleyhine. Mən bayaqki söhbətim biraz yarımçılıq qaldı. O bizim program kəsiləndə mən canlı programa da baxdım, elə bir canlıda görə bilmədim. Yəni saytdan canlıda görə bilmədim, amma hər halda onu efir otağı diqqət eləsin. Bilirsiniz, mən bayaq söhbətim belə idi ki, İsrail eyni Hizbullah'a necə vurdu? Əvvəl rəhbərlərini, sonra ikinci, eyni zamanda bu mərkəzləri, bu atom muşəkin mərkəzini və s. bu devam etdi. İndi də eyni onu tekrar edir. Hesab eləyin ki, İsrail həmi Hizbullah'ın rəhbərlərini terror, yəni o yaxından vururdu, eyni zamanda bombalayırdı onları. İranda da həmən işi görür. Hamasın da aleyhinə həmən işi görür. İndi İranın bütün fərmandehləri hamısı getdi. Bunun deməli başını kəsmək istəyir birinci. Düzdür ki, Xameneyi tez onların yerinə yeni adamlar təyin elədi. Amma o yeni adamlar özlərini tapana qədər, əllərinin altında olanlarla danışana qədər zaman keçir. Neçə günlər keçəcək, bunlar bir-birindən rahat oturup söhbət eləyə bilsin. Əgər onları da yenidən İsrail vurmasa. Sonra İsrail, İranın bu atom bombu ilə bağlı olan, fəaliyyət edən adamlarını da bir-bir vurdu. Atom mərkəzini də vurdu. Yəni burada İsrail eyni Hizbullah'a necə pis vəziyyətə qoydu, Hamas'ı necə pis vəziyyətə qoydu, İran'ı da o pis vəziyyətə qoyur indi. Bunun üçün də indi gələk görək İran nə eləyəcək? İran həmən işi görə biləcək ki, Hizbullah eləyə bildi. Yəni və ya Hamas eləyə bildi. Yəni getdiksən enerjisi azalacaq, o muşəkləri, raketləri göndərdiyi yerlər bəlli olacaq, onları da vuracaqlar. Yəni İran əslində çox da bir ciddi bir iş görə bilməyəcək. İran təhdid edirdi ki, Amerikanın bazalarını vuracaq, paygahlarını vuracaq. Ancaq onu da ağlım kəsmir, çünki İsrailin heç qabağında dura bilmir.
Hələ bir də İran Amerikanı vura, Amerika da hücum eləyə İrana, yəni rejimin üstünə, onun qarşısında mümkün deyil dura bilər. Amerikanın B-2'ləri və ya B-52'ləri o göydən o 30 tonluq bombaları atanda İran neyniyəcək? Yəni bu baxımdan İran seçimi yoxdur o qədər. Düzdür, balistik mürşəklər ata biləcək və s. Təhdid eləyəcək, vuracaq, atılacaq, yandıracaq falan bu sözlər deyəcək. Amma əməldə İranın İsrail qədər gücü yoxdur vurmağa. Bu baxımdan İran məncə elə daha çox o indiyəcən nə eləyibsə, indi də onu eləyəcək. Yəni atdığı müşəklərdə, raketlərdə tam hədəfi vura bilməyəcək. Əgər İsrail, İran bağışlayın, İsrailin məsələn deyək enerji mərkəzlərini vura və ya məsələn elektrik mərkəzlərini vura, onda İranda da heç nə qalmayacaq. İranı tamamen bir xərabiyə çevirərlər. Yəni Kişdən tutun, Bəndər Abbasdan, Xaricdən tutun, bu gəmicilik, nəft məsələsini hamısını yandıra gələrlər. İranda bir nəfərin işığı da yanmaz. Hamısını söndürə bilərlər. Onun üçün İran da məncə o qədər də tünd gedə bilməyəcək. Çünki qorxur. Bu baxımdan İranın əlində bir şey yoxdur. İran nə edə bilər? İran milləti, yəni bu yazıq milləti ki 45 ildir, 46 ildir onların başına ot tutub yandırır, fəlakət gətirir məmləkətə. Bu millətin bir hissəsini güdaza verməyə çalışır. Qalxın, nə bilim, cəbhə yarıdın, gedin özünü yandırın, ot tutun, nə bilim, özünü şəhid edin filan. Bu baxımdan bizim millətimizə də indi birazdan söhbət edək ki, nə etməlidir bizim millətimiz? Bilirsiniz, bu rejim çox zarafatla, çox şəhidpərvər bir rejimdir. Buyurun da şəhidpərvərliyin burası da var. İndi gəlin görün nə qədər şəhid də əlavə oldu. Özlərinin dediyinə görə deyirəm ha. Bu böyüklərin hamısı Əhməd bəy, burada bir dənə məsələ də var. Onun bir dənə sualım var. Yəni Əhməd bəy, bilirsən mən bu son bir 2 həftədir, bilirsən ki, İranda sürətli etirazlar başlayıbdı. Yəni bu kamyonçulardan, şoferlərdən başladı. Sonra bir çox yəni demək olar fərqli əkinçilərdən, demək olar çörəkçilərdən tut hər kəs, yəni bağçılardan hamı etiraza başladılar. Amma burada mən deyirəm ki, bir dənə böyük bir boşluq var idi. Diqqət yetirsəydim, mən özüm baxırdım. Yəni hər gün etiraz var idi. Və 160 şəhərə belə bu müqabil etdi. Yəni 160 dənə şəhərdə etiraz aksiyaları var idi. Fərqli demək olar şeylərdə, siniflarda. Ancaq bu etirazların bir dağınaqlıq bir məsələsi var. Yəni İranda böyük bir dövlətə, rejimə qarşı etiraz aksiyaları var. İndi bərqin kəsintisindən olsun, qazın kəsintisindən olsun, su məsələsi olsun. Yəni bir çox məsələlər yəni buna daxildir. İstəyirəm deyim ki, bunları aman bir ortaq bir nöqtəyə gətirəcək. Yəni bir opozisyon güclü bir hala gətirəcək bir boşluq adam hiss edir. Yəni rəhbərlik hiss olunurdu. Bunu necə doldurmaq olar? Özəlliklə Güney Azərbaycan nə etməsi lazımdır? Yəni Güney Azərbaycan birbaşa və bir çox müfəssirlərə görə də Əhməd bəy, Güney Azərbaycan ilk özünü müstəqil eləmək potansiyeli İranda ən böyük potansiyel Güney Azərbaycandır. Bu alanda, yəni dünyanın təhlilində necə gedir? Mən gördüyüm qədərilə lap başda gedən demək olar qüvvə kimi sayılır. Güney Azərbaycan nə edə bilər bu durumlarda? Yəni öz demək olar bilirsiniz, Güney Azərbaycanda Məsud bəy, mən əlbəttə ki, bizim elə o düz nə deyim, dərdimizin üstünə siz bayırmaq qoydunuz. Güney Azərbaycanda problem, məncə Güney Azərbaycanda daha çox özlərini qabaqda görmüş faal da deməyək də bu, özəlliklə xaricdə olanların bir qismətindədir. Yəni mən eşitdiyim, bildiyim budur ki, xaricdə bəzi qurumlar, təşkilatlar, şəxsiyyətlər bütün milli fəallara gəlin bir cəbhədə olaq, bir birlik göstərək.
nümayişi göstərək müraciət olubdur. Demək olar, heç kəs ona yox demir. Hamı bəli deyir. Demək olar, bir-iki nəfərdən əlavə. Hamı bəli deyir, amma dərhal gedib özləri deyirlər ki, biz bunu yaradacağıq. Nə bilim, o birisi deyir, biz yaratdığımızın bayrağımızın altına gəlin. Bəziləri deyir ki, hə, biz bunu eləyəcək, filan kəs İranda filan kəsin rəhbər olduğunu qəbul eləsin hamı. Nə bilim, filan bayrağı qəbul eləsin. Ondan sonra. Yəni, bu tipli hərəkətlər ziyan verir. İranın ümumiyyətlə bu İran rejiminin əsas güc deməli qüvvəsinin biri də elə burdadır ki, onun müxalifləri müttəhid ola bilmirlər. İstər farslar öz aralarında olsun, istər Azərbaycanlılar öz aralarında, istər bu millətlər birlikdə, məsələ Fars, Ərəb, Kürd, Bəluç, nə bilim, Azərbaycanlılar, Türkmənlər, Lor, Bəxtiyari, Gilək, bunlar hamısı yığışıb vahid bir cəbhə yarada bilmirlər. Çünki burada da, məsələ Fars kökənlilər o biri millətlərin hüququnu tanımaq istəmirlər. Ona görə burada bir ixtilaf yaranır. Budur ki, bizim indi əsas vəzifə düşür, biz özgələrin dərdindən danışmaqla bir yerə çatmayacağıq. Bizim əsas indi vəzifəmiz düşür öz üstümüzdə, öz qruplarımızla işləməyə. Məncə yenə də onlar ki, vahid bir cəbhə, vahid bir birlik göstərmək niyyəti ilə meydana düşmüşlər. Məncə onlar yenə də meydana keçib və bu bir növ ən azı biz də varıq. Bir qrup olaraq, bir Azərbaycanlılar olaraq biz də varıq sözünü, cəbhəsini yaratmalıdırlar. Bunun üçün də gec də deyil, əlbəttə ki, tez olsaydı daha yaxşı olardı. Amma gec də deyil, bunu yenə də etmək lazımdır. Və bunun üçün içəridəki fəallarımızdan da xaricdəkilərə bir növ hərəkət eləmək üçün tələb kimi göstərilməlidir. Qaldı ki, bizim əlbəttə ki, ona qədər bu məsələni reallaşdırmağa qədər bizim özümüzün də millət olaraq agah olmalıyıq ki, bilirsiniz, bizi qurban eləməsinlər bir daha. Milləti xiyabanlara töküb, ay gəlin rejimdən müdafiə eləyin, təzahürat qoyun deməsinlər. Rejimin zəif zamanıdır. Həm xaricdə zəifdir, yəni proksiləri, yəni niyabətiləri bir-bir hamısı məhv olub gedibdir. O ki, deyirlərlə biz raketləri göndərdik, cənubdan göndərdik, Əraqa filan. Bunlar hamısı hava sözlərdir. Onların çox qədər əhəmiyyəti yoxdur. Bilirsiniz, İranın nəyi var içəridədir, onun da hamısından İsrailin xəbəri var, görünür. Məsələn, Xorrəməbadda Muşək mərkəzini vurublar. Tehranda Muşək sazi raket düzəltmə mərkəzini vurublar. Bu baxımdan bizim, yəni, bu rejimin dediyi sözlərə yox, özümüz agah, özümüz diqqətli olmalıyıq ki, rejimə dəstək veririk deyə xiyabanlara tökülüb təzahürat eləməyək. Rejim istəsə ki, ay millət çıxın, İsrailin qarşısında, Amerikanın qarşısında, düşmənin qarşısında təzahürat eləyin, millət çıxmamalıdır. Bu bizim təzahüratımız deyil. Ümumiyyətlə, əgər bu millətin bir düşməni varsa, birinci elə bu rejimin özüdür. Ona görə də rejim bizə düşmən yaratmasın. Elə biz gözümüz açıq olmalı ki, biz düşməni görüb onun sözünə də inanmayaq. Hər halda bizim millətimiz çox diqqətli olmalıdır. Mən gördüm videolarda Tehranda, hətta Təbrizin özündə, Kirmanşahda, Qəsr-i Şirində, Xorrəməbad, İsfahanda millət tökülüb xiyabanlara, gülürlər, bayram tuturlar, o əcəb yaxşı oldu deyirlər. Yəni bu baxımdan musiqi qoyan, ondan sonra bayram tutan çoxdur. Onun üçün biz də
televizyon olaraq yenə biz də musiqidə yaya bilərik ki, heç problemi yoxdur əslində. Onu da biz təşviq edirik, məsuliyyəti də elə mənim öz boynum olsun. Bugün biz həm də diqqətli olmalıyıq ki, İran dövləti dəlilikdən o deyir qonşularına, ona buna da hücum eləyə bilər ki, məsələni qarışdırsın və ya bir gəmini partlatsın Körfəzdəki dünyada neftin qiymətini çox yuxarı aparsın. Onsuz da neftin qiyməti ən azı %10% çoxalıbdır. Yəni bu işləri görə bilər və ya qonşularına hücum eləyib dünyada enerji krizini yarada bilər ki, buradan özü istifadə eləsin. Ancaq biz ona da diqqətli olmalıyıq ki, İran rejiminin qarşısında, bu məsələlərdə İran rejiminin əslində qarşısında durmaq lazımdır ki, bu işlərdən özünün ömrünü bu necə deyirlər, kəsif və ya bu rəzil ömrünü biraz da bundan artıq uzada bilməsin. Məsud bəy, siz davam edin, sonra bir ara verək, yenə də qayıdaq. Buyurun. Oldu. Əhməd bəy, bir dənə də önəmli məsələ bilirsən ki, rejim nə qədər zəifləyir, yəni zəifləməyə gedibdir indələm. Bu nişan verir ki, bütün prestijini İsrail aradan qaldırdı bunu. Amma burada bir önəmli məsələ, həm bizə fürsətdir, həm bizə deyərlər ki, Güney Azərbaycana fürsətdir. Bir tərəfdən də bir qayğı var içimizdə. Bilirsiniz ki, bu fürsətlərdən bizə qarşı və bizim torpaqlarımıza çökmək istəyən bəzi örgütlər var. Və son zamanlarda da bilirsiniz ki, Batı Azərbaycanda bu Nazi Şərif Zindəşdinin bu terror yandaşının çevrələri gərilim yaradırlar. Yəni millətə, hətta gedib bəzi də ailələrə belə saldırı yaşayıblar. Və hətta silahlı belə Urmiyanın içində məmurlara, yəni demək olar İranın öz məmurlarına belə saldırıqlar xəbər var. İstəyim deyim ki, bunlar özləri də buna özü dəstəkləyir. Batı Azərbaycanda, yəni Güney Azərbaycanlılar olaraq bizdə bu bir fürsətdir. Biz özümüz. Mən düşünürəm ki, Batı Azərbaycan məsələsində diqqətli olmalıyıq. Batı Azərbaycanda Güney Azərbaycan milli hərəkatı olaraq, Güney Azərbaycan milləti olaraq, Türk milləti olaraq nə etməmiz lazım? Ya, bu cür olaylarda necə şəhərimizə, necə bütün demək olar torpaqlarımıza diqqət yetirməmiz lazımdır. Mənim nəzərimə bu da çox-çox önəmlidir. Çünki bizim rejim düşəndən sonra da başımızda belə düşünürəm ki, böyük belə bu terror örgütləridir ki, rejimin dəstəyi ilə bizim başımızdadır. Bu da çox diqqət yetirməmiz lazım. Bilirsiniz, Məsud bəy, əvvəla deyim ki, bu efir otağından danışıqlar bütün mənim ən azı qulağıma gəlir. Bəzən o insanı elə bil İran rejiminə hücum olub, elə bil biz biraz diqqətimizi itirmişik. Bəli, onu biraz diqqətli olaq. Bilirsiniz, Güney Azərbaycanda bu son dəfə ki, Urmiyədən millət qalxdı ayağa və rejimin özünün dediyinə görə 700.000 Azərbaycanlıları, Azərbaycan türkləri bağışlayın, orada Kürt terror təşkilatlarının əleyhinə, İran rejiminin əleyhinə şüarlar verdilər. O Kürt terror təşkilatlarını yerində oturtdu. Yəni bizim həm sayımız, həm iradəmiz o qədər güclüdür ki, çoxdur ki, bizim qorxumuz yoxdur Kürt terror təşkilatlarından. Onlar heç də bizim başımıza bəla ola bilməzlər. Əgər biz elə başımızı salsaq, hər şeyi qəbul eləsək, bəli, bəla ola bilərlər. Amma görürsünüz, Kürtlər nə qədər hayküy salırdılar filan. Amma bir dəfə Azərbaycanlılar qalxdı etirazlara. O zaman Kürtlər deyəndə mən Kürt terror təşkilatlarını deyirəm əlbəttə. Həmişə biz Kürt deyəndə nəzərimiz odur. O Kürt terror təşkilatlarının hamısı qaçdı, gizləndi. Bilirsiniz, çiçan kimi dəlik axtarırdılar gizlənməyə. Nə oldu? Millətin o dalğasının, o mövcunun qarşısında onlar gördülər ki, vəziyyət xarab. İkinci, indi burada
yadımızda olsun. Burada rejimin molla sisteminin əleyhinə bir bombardımanlıq gedir. Bu molla sisteminin qulluğunda olan bütün pastarlar, bütün nə bilim polis, bütün ordu xalqın düşmanı deyil. Onların bir hissəsi çörək çıxartmaq üçün, ailəsini dolandırmaq üçün rejimin qulluğunda görünürlər. Onların çoxu özləri də narahatdır bu rejimdən. Onun üçün də durub nə bilim bunların hamısının əleyhinə şüar verməsi haqqda lazım deyil. Bizi necə o inqilabın əvvəllərində, inqilab deyək ki, bu mollaların gəldiyindən elə dərhal sonra bu milləti Qasımlının 20 min silahlı qüvvələrinin qarşısında kim müdafiə elədi? Millətin özü və öz evlatları sipah, o zaman komitə idi və o ərtəşin içində olanlar paltarlarını soyundular, gəlib xalqa qoşulub, silah götürüb millətdən müdafiə elədilər. Sonra nə bilim söz çıxdı ki, Həsəni gəldi qurtardı filan. Bəli, Həsəni də gəldi kömək elədi. Amma Həsəni gələndə 3 gün keçmişdi artıq. O məsələnin son zamanlarında gəldi. Bilirsiniz, bunu Həsəninin boynuna qoymaq lazım deyil. Xalq özü və öz evlatları, komitədə, ərtəşdə olan evlatları qalxdılar, xalqın yanında durdular, terror təşkilatlarının qarşısında onları yerlərində tutdular və qovaladılar. Yəni, mən bildiyim budur ki, o zamanlar Türk terror təşkilatları bilirsiniz, bunlar o gembalaq tuman geyirlər belə paltarları, özlərinə məxsus paltarları vardır. Onlar o zaman qaçanda o şalvarlarını çıxardıb qaçırmışlar ki, Kürd olduğumuz bəlli olmasın. Bilirsiniz, yəni o vəziyyət yenə də gələ bilər. Odur ki, bizim əslən qorxumuz olmamalıdır, nigarançılığımız olmamalıdır. Elə biri bir söz dedi, qarşısında möhkəm dursan, o qaçacaq. Orada durmayacaq. Bu baxımdan əsla mən nigarançılıq görmürəm və əksinə, əgər Kürt terror təşkilatları fürsətdən istifadə edib Azərbaycanlılara qarşı bəzi əməliyyat eləsələr, istər Urmiyədə, istər Qərbi Azərbaycanın ayrı şəhərlərin əməliyyata başlasalar, Məsud bəy, mən söz verirəm ki, uduzan onların özləri olacaq, ancaq yenə deyirəm, Süleymaniyəyə qədər qaçacaqlar. Bilirsiniz, Məsud bəy, bu İran rejiminin köməyi ilə Zindəşli gəlir orada bəzi işlər görür, bu o deməkdir ki, onlar çox güclüdürlər. Ara qarışandan sonra İran rejimi yoxdur da ki, onlara kömək eləyə. Millətin yanında olacaq çoxu bunlar. Yəni bu rejimin içində olanlar. Əlavə olaraq, bilirsiniz, bu partizan savaşı və ya terror eləmək o qədər də bağışlayın, çətin bir iş deyil. Yəni, bir 20 nəfər partizan, görürsən 20 min və ya 2 minlik orduya baş ağrı yarada bilir. Çünki partizandır. Vurur, terrorlayır, qaçır, ayırdı, gedir, gizlənir. Bu partizan savaşıdır. Amma əgər Kürt-Türk davası düşsə, bu partizan olmayacaq da. Onda birbaşa bir millət o biri millətin əleyhinə qalxacaq, Kürtlər bunu başlasalar. Yəni terror təşkilatları. O zaman bu olacaq necə deyirlər, müstəqil millətin bir-biri ilə savaşması və bunda bəllidir udan tərəf kim olacaq. Bəllidir. Yəni, məncə elə bir vəziyyət düşsə, yenə də o tumanlarını töküb qaçanlar bəllidir kim olacaq. Onlar məncə, millət onları inanın Süleymaniyə qədər qovalayacaqlar. Yəni, buraxın Urmiyəni, Məhabadı soyutlaq yəni və ya o biri şəhərləri keçib Sənəndədi də ala bilər. Yəni, bu millətin qarşısında kim duracaq? Özü
bu müsəlləh silahlı qüvvələr bir-birinə savaşanda da baxmayacaq o biri tərəfdə olan nizamidir və ya nizami deyil. O Kürddürsə türklər onları vuracaq, türklərdirsə Kürdlər türklər vuracaqlar. Yenə deyirəm, biz bunun tərəfdarı deyilik, onun arzusunda da deyilik. Amma Kürd terror təşkilatları çox diqqətli olmalıdırlar. Bir zərrə ayaqlarını yorğanlarından balaca qırağa uzadalar, o da günah bizdə olmayacaq. Özləri öz millətlərinin başına bəla gətirəcəklər. Ona görə də mən əslən nigaran deyiləm, Məsud bəy. Hər neysə, yəni bu demək ki, ayıq-sayıq olmamız hər şeydən önəmlidir. Bir tərəfdən də ki, biz bu savaşın, İran-İsrail savaşının tərəfi deyilik. Tam anlamıyla deyə bilirik ki, biz İsrail dəstəkləməsək də, amma İran rejimi bizə düşmənliyi aşkardır. Yəni İran rejimi var olduğu qədər İranda yaşayan, farsı olmayan millətlərin başı bəladadır, bu gerçəkdir. Onun üçün yəni bunları düşünərək biz də tavır almamız lazımdır. Cibhə tutmasaq, savaşmasaq da, amma biz bu rejim ilə, bu rejim bizi yox eləməyə indi uzun ömrü ilə, var olduğu gücü ilə bu günəcən davam edib. Və bu rejimin getməsi illa ki hamımızın arzusudur. İndi kimin əli ilə olsun, bu önəmli deyil. Biz də zaten bu torpaqların gələcəyi, bu torpaqlar, bu vətən bizimkidir. Biz ona sahib çıxacağıq və bu Fars istismarından da qurtarmaq, bunlar da bizə bir fürsət yarada bilir. Mən düşündüyüm qədərilə budur ki, bu fürsətləri diqqətə almamız şərtidir. Yəni oturaq da bəyəxlər sizin sözü çox da %100 qatırıram ki, oturaq ki, hələ bunlar indi çıxacaqlar xiyabanlara, şəhidlərini azad tutacaqlar, gəlin gedin cibhəyə deyəcəklər. Məncə bizim millətimiz bunlara artıq bunların hamısını qədər doğru düzgün təhlil edir ki, siyasi anlayışı var ki, artıq bu rejimin oyunlarına gəlməz. Yəni Güney Azərbaycan elə necə İsraildə təhlillərinə də baxdığımızda Güney Azərbaycan illa ki İran rejimi ilə heç bir tərəf deyil. Yəni onun tərəfində deyil. Ona qarşı çıxacaq da bəlkə qədər gücü yoxdur. Amma bunu siyasi təşkilatlar olaraq da heç vaxt biz rejimin, yəni İran rejimi yanında olmadığımızı hər kəsə apaşkar deyirik. İndi bu saldırılar səbəb olacaqdır, illa ki olubdur da, yəni İranın psikolojik olaraq rejimi sonra çökübdür. Bunu qəbul eləməmiz lazımdır. Yəni bu olaylar davamı necə? Yəni istəyirəm bu sualı bura gətirəm ki, indi ekonomi sıxıntılar, yəni baş tutub gedir. Millət çox narazıdır. Bir tərəfdən elə bu təhrimlər, ambargolar Amerika tərəfindən daha çoxalıbdır. Enerji Atomi Ajansının təzə yenə demək olar təhdidli mesajlarına baxırıq. Yəni Avropa, Amerika enerji demək olar atomi, yəni bir çox insan haqları və İran içində yaşanan demək olar olaylar, ekonomi sıxıntılar, bunun hamısı əl-ələ verir ki, rejimin ömrü çox uzanmayacaqdır. Biz buna hazırlıq olmamız lazımdır. Çox doğrudur. Siz bunu necə görürsünüz? Yəni bu rejim nə qədər sürəcəkdir? Tutalım ki, ara sıra bu saldırılar oldu. Amma bu gedişat, bu perspektivdən baxdığımızda rejim nə qədər yəni ömrü ola bilər və rejimin ömrünün sonu nəyin əli ilə bitəcək? Yəni bu millətin burada nəfsi nədir? Bilirsiniz, Səddam Hüseyn hakimiyyətdə olanda onun yıxılması çox çətin idi. Çünki onun silahlı qüvvələrin millətin qanını çəkmişdi. Yəni kimsə başını qaldıranda tutub öldürürdülər, vururlar, həbsə salırdılar və s. Elə Libidə Qəzzafi dövrü də belə idi. Diqqət eləsəz. Suriyədə Bəşar Əsəd də belə idi. Diqqət eləsəz. Yəni nümunələr vardı. Ancaq Amerika bir balaca hücum eləyəndə Əraqlılar durub Səddam Hüseyni müdafiə eləmədilər. Hamı bayram tuturdu. Ancaq küçüyə töküləndə, xiyabanlara töküləndə Səddam Hüseynin mücəssəmələrini, heykəllərini aşağı çəkmək üçün tökülmüşdür. Dedilə Qəzzafidə də eyni, Suriyədə də eyni. O böyrükdə yəni İran da ora enerji qoymuşdu Suriyədə, nə bilim Hizbullah oradaydı, Ruslar oradaydı. O Bəşar Əsədin özünün tayfası,
Laziqiyə ətrafında ordusu, sonra Ərağın Əşri Şəbisi. Nə oldu bunlar hamısı? Yəni xəzan yarpağı kimi bir tökülürdülər. Bir həftənin içində Suriya dövləti yıxıldı. Bəşar Əsəd hər nəyini qoydu, arvad-uşağını götürdü, Rusların köməyi ilə məmləkətdən qaçdı. Səddam Hüseyni tutdular, millət tutacaqdı, Amerikanlar sonra tutdu. Onu da ki astılar, Qəzzafidə belə. Xalqın əlində öldü Qəzza. Bilirsiniz, bu İran rejiminin də ola bilsin ki, bu axırı ola bilər. Yəni, mən demirəm mütləq bu olacaq və ya olmayacaq. Ancaq daha böyük ehtimal budur ki, bunun axırı olacaq. Bu rejimin axırı elə indidir. Mən bir sözdə deyim ki, Məsud bəy, siz dediniz biz bu məsələdə tərəf deyilik. Doğrudur, biz bu millət tərəf deyil. Nə onun tərəfin, nə bunun tərəfin. Amma bu millətin çoxu İsrailin rejimin vurmasını bayram tutubdu. Gülürlər. Yəni kimsə demir ki, filan olmuş İsrail gəldi, niyə vurdu? Hamı deyir ki, əcəb elədi, yaxşı elədi. Yəni ən azı hamı da olmasa o bizim eşitdiyimiz səslər bunlardır. Bilirsiniz, indi cümədir, cümə namazı olacaq, görək mollaların hansının qeyrəti olacaq və ya zorla onları göndərəcəklər ki, gedin cümə namazını qılınsınlar. Və ya milləti təhrik edəcəklər, namaza gedənləri təzahürata çıxardacaqlar bəlkə də. Ancaq bu məsələ ilə bitməyəcək bu iş. Bu işin davamı vardır. İsrailin dediyinə görə bu başlanğıcdır. Son nəhai hədəflərinə satana qədər vuracaqlar. Nəhai hədəf nədir demir. Onu demir. Ancaq dolayısı yolla və ya qeyri-müstəqim dedi ki, millət, yəni Netanyahu dedi bu iki millət, sizə bir ərmağanım var, xoş xəbərim var, azadlığınız yaxındadır. Yəni bu o deməkdir ki, bəziləri deyirlər ki, bu o deməkdir ki, rejim yıxılana qədər vuracaqlar. Yəni bu ola bilər. Onun üçün də biz hər şeyə düz deyirsiniz, hazır olmalıyıq. Mən demirəm millət tökülsün, elə indi xiyabanlarda rejimin əleyhinə təzahürət edəcək, onun da vaxtı var, gələcək. Amma mütləq və mütləq rejimin oyununa gedib, rejimin xeyrinə etiraz eləmək olmaz. Bu bizim əleyhimizədir, istəklərimizin əleyhinədir və rejim bundan istifadə edə bilməsin. Buyurun. İndi mənə bir dənə xəbər buna gəldi ki, yəni İran tərəfi deyib ki, Amerikanın xəbəri olmadan İsrail İranı həmlə edir. Ya Amerikanın izni alıbdır. İran bunu etiraf edir. Zaten bunu da programın başında biz dedik ki, zaten bu iş belədir. Yəni hər zaman da daha öncə də İsrailin İrana saldırısından sonra həmən sonra illa ki xəbəri vardı. Bəlkə də onaylamayıbdı, hələ vurma deyibdi. Ancaq ondan sonrası da yenə də tikrarən deyirik ki, İran rejiminin də yaydığı xəbər də doğrudur. Yəni illa ki Amerika bu savaşın arxasındadır. İsrailə saldırı olsa Amerika onu cavablayacaqdır. Bunu əminliklə hər kəsə məlumdur. Amma burada Əhməd bəy bir dənə də məsələ vardı. Son günlərin içində hətta Türkiyənin özündə də bu mübahisə olundu ki, sanki Amerikanın paygahlarına saldırı olacaq və incirlik belə bunun içindədir. Və sonra da keçən 2 günün içində də o vilayətinin danışıqları Azərbaycana qarşı biz Zəngəzur koridorunu əngəllədik, NATO'nun önünü tək başına aldıq filan bu meydan oxumaqlara da diqqət yetirir. Yəni bu olayların içində, yəni içəridə bir gərilim yaşanırsa, Azərbaycan və Türkiyə, yəni burada da köç məsələsi də bir tərəfdən vardır. Türkiyə onu da düşünməsi lazımdır. Yəni buna necə hazırlıqda? Güney Azərbaycanda olub bitən olursa, bu istər-istəməz böyük sabah olmasa, neçə il sonra da bu gerçəkləşəcəkdir. Yəni bu rejim belə bu siyasət ilə, apardığı düşmənçiliyi ilə, Türk düşmənliyi ilə, bölgədəki məmləkətləri hərbi qadağa kəsməklə davam edə bilməyəcək. Çünki dünya artıq hamısı bir türlü İranın üstünə zoom edibdir. İstəyim deyəm ki, bu bölgə ölkələri və özəlliklə
Azərbaycan Cümhuriyyəti ilə və Türkiyənin də tavrı məncə çox mühümdür. Yəni onlar biz nə qədər diqqət etməyimiz lazımdır dedik də, yəni bunların nə etmələri lazımdır? Yəni qardaş ölkələr kimi bunları necə düşünmək lazım? Görünür, yəni görünən intizar və ya gözlənilən budur ki, Türkiyə və Azərbaycan bu məsələdə kimsənin tərəfini tutmayacaq. Yəni bu bizim məsələmiz deyil. Bu İran rejimi ilə İsrailin arasında olan bir məsələdir. Bunun nə bizə, nə Azərbaycan dövlətinə, nə Türkiyə dövlətinə dəxli yoxdur. İran illa dəxli var deyərsə, başına bəlanı biraz artırar. Yəni Türkiyənin qarşısında durmağa gücü yoxdur axı İran. Bilirsiniz, biz demirik onlar savaşsınlar. Onu heç kəs arzu eləmir. Amma biri illa bizə savaşı təhmil edəcəksə, o Hakan Fidan yaxşı bir söz dedi. Dedi, gəlmək istəyərlərsə görmələri də vardı. Yəni belə deyil ki, nə Türkiyə, nə Azərbaycan İrandan qorxmur. Amma bu məsələ Azərbaycan, Türkiyə və İran arasında olan məsələ deyil. Bu İranın əgər, nə bilim, bütün Avropalılara, Amerikaya, İsrailə, bütün dünyaya meydan oxumurdu dünənə qədər. Ki biz qorxmuruq, vurarıq, dağıdarıq, belə elərik, atasını ağladarıq, Amerikanın paygahlarının hamısını vuracaq. Buyursun, vursun da. Gücü var, vursun. İranın əgər gücü var elə, tək elə İsrailin qarşısını alsın hələ, o birilərini buraxın. Ona görə də İranın o gücü yoxdur, o haykü eləməyinə baxmayın. Bəli, indiki dünyada dronlarla, raketlərlə hər ölkə bir-birinə hücum eləyə bilər. Amma nəticəsi nə olacaq? Hücum elədin, deyir, məhəllədə bir dənə lat gəlib, bir məhəlləni lat deyəndə o qabadayı formasında deyirəm. Dəli biri gəlib məhəllədə problem yarada bilər. Amma o məhəlləni dağıda bilməyəcək ki. Məhəllə əl-ələ verir, onu tutarlar, dərsini verərlər. Yəni belə deyil. Odur ki, İran da bəli, ora-bura bomba ata bilər. Amma nəticə nə olacaq? Yəni, İran deyə Saudi Ərəbistana bir bomba atdı. Saudi Ərəbistan sakit qalacaq və ya onda da dünya bütün qalxacaq İranın əleyhinə. Əgər İranın lehinə, xeyrinə bir fikir varsa, indi dünyada, o zaman dünya qaydacaq İranın əleyhinə ki, sən özün İsraillə problemin var, problemi niyə böyüdürsən? Bu baxımdan bilirsiniz, indi siz işarə elədiniz, Şurayı Hoqqam, yəni Beynəlxalq Atom Enerji Camiyyəsi, ölkələr bu yaxınlarda İranın əleyhinə bir bəyaniyyə çıxartdılar ki, İran atom məsələsində həmkarlıq eləmir, suallara cavab vermir, qane edici deyil bunların işləri və bu baxımdan İran çox narahat oldu. O bəyaniyyədə İranın lehinə səs verən 2 dənə ölkə oldu. 2 dənə. Özü ilə birlikdə. Ermənistan ki, İran onu səhərdən axşama bəsləyir, uşaq kimi ağzına süt verib əmizdirirdi. Ermənistan da İranın xeyrinə səs vermədi. Ermənistan bax, İran olmasa acından ölər. Amma Ermənistan da İranın xeyrinə səs vermədi. Mümtəne oldu, yəni ortada qaldı. Və İranın əleyhinə olan ölkələr bəyaniyyəyə səs verərək bunu zərbül əcəl veriblər. Yəni qısa bir müddətdə İran olan suallara cavab, qane edici cavab. Elə hər belə cavab yox. Ləffafi deyirlər də, o cür yox. Əgər elə söz danışmaq yox, ciddi bir cavab, qane edici bir cavab verə bilməsə, İranın dosyasını göndərirlər Təhlükəsizlik Şurasına. O zaman İranın əleyhinə Təhlükəsizlik Şurasının tərəfindən qəbul olunan, daha əvvəldən qəbul olunan təhrimlər geri qayıdır.
Bilirsiniz, bu baxımdan İran onsuz da münzəvidir, pəhləşibdir. Bilirsiniz, və belə bir vəziyyətdə İran istəyə 3-4 dənə qonşusunu da narazı eləyə özündən və ya onlara bir şey bomba ataya, nağara, bu İranın daha da vəziyyətinin pis olması deməkdir. Yəni, burada bir İran qazana bilməyəcək. İran, biz deyəcək tez-tez, İran rejimini nəzərdə tuturuq əlbəttə. Bu baxımdan məntiq deyir ki, İran rejimi bu işləri görə bilməz, görməz də. Yəni, öz xeyrinə deyil. Yox, onların içindən bir dəli çıxa, bir yerə bomba ata, o necə ki, Ermənistan-Azərbaycan məsələsində ermənilər terror elədilər, gəlib Azərbaycanın yol çəkmək istədiyi bir bölgəyə bomb qoydular, mina yapışdırdılar, bastırdılar. September, səhv eləmirəmsə, 17-si idi ya 18-i idi də, 2023-də. Və bu Azərbaycanın orada Azərbaycan məmurları şəhid oldu. Və bu Azərbaycanın səbir kasasını daşdırdı. O zaman nə oldu? Bütün Qarabağda olan o erməni klanını, Qarabağ klanını təmizlədilər. Ondan sonra o iddialı gəzənlərin hamısını tutdular, apardılar, indi Bakıda onlar oturublar, sərin su içirlər. Erməninin daha da ziyanlı oldu. Düzdür, bizdən şəhid verdik, amma sonunda uduzan kim oldu? Ermənilər özləri oldular. Yəni, İran da istəsə, ayağını yorğanından artıq çıxarda, qonşularına hücum eləyə, inanın ki, bütün dünya, bütün Avrupa, Amerika özü də gəlib İsrailin yanında duracaq, deyəcək ki, bu rejim dahi adam olan deyil. Bilirsiniz, o baxımdan İranın çarəsi yoxdur. Sakit olub, təslim olmalıdır. İsrail də görünür, İsrail elə başlayıb ki, əl çəkmək istəmir. İranın bütün pədafəndini, yəni müdafiə sistemini vurub, hava müdafiə sistemini vurub dağıdıbdır. Qalanlarını da dağıdacaq. O qədər İsrailin təyyarələri getdi, vurdu, qayıtdı. Hələ bir dənə təyyarəyə bunlar gül ata bilməyiblər. Bilirsiniz, yəni bu nə qaracaqsa? Odur ki, İran rejiminin sonu yaxındadır, çökübdür. Nə özünün gücü var, nə proksiləri, niyabətiləri. Hizbullah lobundan əgər istəyə, İranın xeyrinə, İsrailin əleyhinə bir iş görə, İsrail ordusu gəlib Lobnanın yarısını işgal eləyəcək və çıxmayacaq. Heç vaxt çıxmayacaq. Oranı zəbt eləyəcək. Bu baxımdan da İsrail çox o əlində deyir, udan bütün vərəqlər İsrailin əlindədir. İranın əlində bir şey yoxdur. Təhdid edə bilər, dediyim kimi 3-4 dənə raket, muşək ata bilər. O da əgər təsadüfən onların biri gedə İsrailin şəhərlərinin birindən düşə, orada çoxlu adam ölə və ya zərbə görə, o zaman İsrail dahi heç sağına soluna baxmadan şoxumlayar oranı. Yəni Tehranda da gərək ki, ağa özü də qaça. Ağa da gizlənir əlbəttə. Eşitdiyimiz budur ki, onu dərhal çıxardıblar. Yəni eşitdiyimiz deyirik ki, bu xəbərlərdən oxuyuruq, bizə oradan xəbər gəlmir. Ona görə də bu qaçıb özünü gizlədib, indi rejimin durumunun belə bir vəziyyətdə olduğunda mən yenə deyirəm, inanmıram ki, rejim o bölgədə səhv eləyə ki, qonşularına hücum eləyə. Biz rejim deyirik, amma aslında baxarsan qonşuların hamısını rahatsız edən bir rejimdir. Yəni doğrudan hücum etməsə də dolayısı yollarla hücum edibdir. Yəni İsrailə də keçənlərdə yenə də elə Yəməndən saldırı gəzəkləşdirdi. Hava limanına bir füza göndərdi. Yəni əlindən gəldiyi qədər ya özü İsrailə göndərdiyi bir çoxları dedilər, Cəmikon dedilər İranda. Yəni demək olar
ne diyeyim, hiç ora gelip çatmalılar ve sonra bunların töküntülerinin biri adama değdi öldü. Biz onun hamımıza şahidik. Bəli. Ya indi biraz önce de ben yani sübevvel vaxtda da bir de videoya bakırdım. İsrail uçakları deyirlər şeydə İHA'larla saldırıb. Halbuki uçaklarının cemaat filmi yığmışlar rahat havada yani manevra verirdilər. Yani bu nişan veri İran'ın savunma sistemi de bila yani demek olar bitipti. Daha önce İsrail saldırısında bunu nişan verdi. İndi de deyirlər kalıntılarında vurduğunu biz şahit oluruq. Elə Təbrizdə də bildiğim kadarıyla Bilirsiniz, vurubdu. Məsud da deyək ki, biz bilmirik. İsrail necə hücum eləyib? Drondan mı vurub, təyyarə ilə mi vurubdu? Göydən çətirbaz göndərib vurubdu. Oradan adam göndərib bunları vurub. Deyək ki, biz bunu bilmirik. Əlbəttə dünya bilir, ha? Yəni İranın, İsrailin təyyarələri gedib vurub qayıdıblar. Ancaq fakt budur ki, vurub da. Vurub dağıdıb da, belə deyilmi? Ortada görünen görüntüler ki vuruptu ve istediği Adam yerlere de vurubdu. vurup, istediği adamlığa da vurup. Adam necə vurubdu, necə dağıdıbdı, hələ o ayrı bir məsələdir. Amma vurubdu. Bu İsrailin qüdrətini göstərir İranın qabağında. Siz təsəvvür eləyin ki, İsrail o qədər mərkəzləri vurubdu. İsrailin nə bir dənə SİHA'sı, o dronu, nə bir dənə təyyarəsi, nə düşübdü, nə vurulubdu, nə heç nə. Axı da bunlar deyirlər ki, İsrail qələt eləyir, bura gələ bilməz. Və bunu demirdilər. Və bu nə oldu? Onun üçün də bilirsiniz, həmişə nəticə önəmlidir. Mən biraz əvvəl dediyim kimi, İran ora-bura hücum eləyə bilər, amma nəticə nə olacaq? Nəticə. Yəni onun sonu nə olur? Bilirsiniz, İsrailə deyək ki, İran bir səhvlə İran bomba attı. Səhvən İsrail onu tuta bilmədi, getdi demoniya düşdü də İsrailin atom elektrik mərkəzinə düşdü, hə? Onda fikir etsin İsrail neyniyəcək? Ahmet Onda Bey, burada İsrail bir şeyde hatırladım size. Elə bu tam söz geldi yerine getirdi. Keçen həftənin yardımı 5 gün etibarıyla yanlış demesem 5 gün ya 4 gün bundan qabaq idi İran iddia elədi ki İsraildən çox belə yüksək miqdarda belgeler elde edibdi. Hətta məsələn bunların necə füzelərinin sistemlərini əldə edibdi, planları əlindədir. Nədən düzəldirlər, nə edirlər? Hətta məsələn Netanyahu'nun ailə məsələlərinin, psixoloji məsələlərinin, xoşluqlarının hani söz buydu ki o zaman elə bu sualı qoydu. Tamam bunları siz əldə etdiniz, nə edəcəksiniz? Məsələn tutalım bunları bildiniz, İsraildə nə var? Ne edəcəksiniz? Bu söz ortaya koyun. Ne de siz dediğiniz kimin tam o noktaya geldi ki tamam sizin elinizde bunları tutalım ki İsrail bildi ve bile bu ünləri Sərdarların yerində, yuvasında, evində, gizləndiyi yerlərində də vurur. Bunu daha önce de görmüşdük. Siz nə edirsiniz? Yəni bu qədər ittihamlarla? Yaxşı sualdır da Məsud bəy. Bilirsiniz, əlinizdə bu qədər deyilsiz məlumat var, İrana deyirəm. Bu məlum, özdə əfsərlərin şumarə, nömrə telefon nömrələri, nə bilim kodları, hamısını deyirlər vardı da bizdə, hamısı var. Yaxşı. Nə bilim, muşəklərin, hətta dediklərinə görə, raketlərin kodları, İsrailin atom mərkəzləri, İsrailin atom bombu necə düzəlibdir, necə işlənilir. Belə də, yəni, o Netanyahu'nun ailə məsələsindən tutdu. O, balaca İsrailin güya hər şey düşüb bunların əllərinə. Və niyə bunların xəbəri olmadı, İsrail bunları vurur? Və niyə İsrail gəlib vurub gedəndən sonra xəbərlər oldu? Əgər bu qədər məlumatları var idi, gərək bir şey biləydilər də İsrail gəlir, ha. Bir dənə ajir çəkilmədi ki, İsrail bombalayır, millət ayıq olun, nə bilim, ərteş, ordu ayıq olun. Və niyə bilmədilər? Çünki deməkləri ilə baxmayın, yalandır. Məntiq deyir, mən bilmirəm, bəlkə də İsrail bunlara yanlış məlumat ötürübdür. Bəlkə də bunların əlində bəzi məlumatlar var, İsrail onları bilə-bilə, güya bu İsrailin sirridir, kim ötürübdür bunların əlində? Kim bilir?
Biz bilmirik. Amma fakt budur ki, bugün İsrailin gördüyü işlərdən İran tamamən xəbərsiz idi. Tamamən. Zərrəcə xəbərləri olmayıbdı. Burax niyə tək o deyil. Bölgədə olan ölkələrin çoxunun xəbəri olmayıbdı. Amerikanın xəbəri olubdu. Düzdür. Çünki onu artıq yəni açıq aydın Trump'ın dediyindən bu bəlli idi. Ki İsrail İran'ı vuracaq. Amma nə zaman vuracaq demirdi. Bildi ki İran Amerikanın xəbəri olubdu. Bombalar düşür düşməz Rubio dedi ki bizim xəbərimiz vardı amma biz şərik deyilik bu işdə. Düzdür. Yəni bu tamam bu Amerikanın xəbəri. Amerikadan sonra kimin xəbəri olubdu? Heç kim. Görürsüz nə qədər ciddi, sirri işləyiblər. Amma İran istəyir birinə bir muşək ata. Hala bir ay həftə ondan əvvəl deyir ki, dədəsini yandıracam, anasını ağladacam, belə eləyəcəm, yerlə geçsən eləyəcəm, bilmirsiniz nələr gəlir. Biz sizə bir dərs verəcək ki, yadınızdan çıxmasın. Hay-küy bilirsən, hiçbir şey yox. Bir dənə Amerikanın Əraqdakı bazasına bunlar 2 dənə muşək atdılar. Sən demə, bunlar əvvəl Amerikalılara deyiblər ki, amandır ha, elə deyin ki, sizdən bir nəfər yaralanmasın. Gedib muşəklər düşmüşdü çadırın yanına. Amerika sərbazlı əskərləri sonra dedilər ki, bomb partlayanda bizim o bombun səsi bizim başımızı narahat edir. Bu qədər. Yəni bir nəfərin üzünə bir qəlpə də dəyməmişdi. Bir çınqıl dəyməmişdi ki, üzü yaralansın. Eləcə də İsrailə 180 muşək birində, o biri əvvəldə də 300-ə yaxın muşək, yəni raketdə muşək, yəni raket. Və dronla İsrailə hücum elədilər. Bir nəfər ölmədi. Bir nəfər. Və bu qədər ki, siz ay mən dağdaram, yerlə geçsən eləyərəm dediniz, nə oldu? Bir nəfər yaralanmadı. Əlbəttə bağışlayın, bir nəfər ölmüşdü. Bir nəfər öldü yox. Kələmin bir dəyişdi. O bir nəfər ölən də kim idi? Yazlıq bir dənə Filistinli, o Filistinlilərin yaşadığı şəhərdə, İsrailin içi də deyirlər, bu Kərani Baxtəri deyirlər, Ordon çayının yanında. Orada bir dənə Filistinli işi fəhləyi biri də gedəndə o muşəkin, raketin qalıntısı olur da, o göydən düşüb bunun başına onu öldürmüş. Bəli, o idi ancaq. Yəni bir dənə Yahudiyə bir şey olmadı. Bu qədər bunlar hay-küy yerlə geçsən eləyəcəkdilər. Heç bir şey olmadı. Amma İsrail ora 2 dənə raket attı təyyarə ilə həm də orada elə Nətənzin yanında S-300'lər getdi birincisində. Sonra İsrail bir də gəldi, bütün S-300'lərin hamısını vurdu ki, dağıtdı, çıxdı, getdi. Ondan sonra dedi ki, İranın pədafənd və ya bu hava müdafiə sistemini biz darmadağın eləmişik, İranın üstünə hava sahəsi tunel açıqdır. Hər kəs gəlir, gedə bilər. İndi də görsün, tuneli açıbdır, özü gedir, vurur, gəlir, xəbər yoxdur. Jet təyyarələrinin gecə gəzib, o bombu atıb qaydanda videosu çəkilibdir. Motorun işığı, motorun yanacağından oradan işıq verir də jetlər. Ya aşağı gəldiyinə görə. Onların videosu çəkilibdir. İranın pədafəndindən xəbər yoxdur. Müdafiə sistemindən xəbər yox. Odur ki, bunların hamısı hap-köpdür, bağışlayın, mən sadə dildə danışmaq istəyirəm. Hap-köpdən başqa bir şey deyil. Buyurun. İndi elə mən bu xəbərlərə baxıram, Nətənz nükleer təsisləri. Ora vurulubdur. Bəlkə ağır su reaktoru vurulubdur. Parçin əskəri kompleksi kökündən vurulubdur. Yəni Şirvanşahda, İranda, Lərizan vurulubdur. Xürrəmabad, Piranşəhər, Təbriz və Qəsr-i Şirin. Yəni bu bölgədəki İranın deməli sipah baslarının bütün o
savunma sistemi adını qoyaq, sistemi difaya qoyaq, ya enerji atomiya münasibət bir şey oluraq, hamımızda saldırıya. Bunu Əhməd bəy bir şey də bu mən yəni keçən biraz qətiyyətlə dedim ki, İsrail İrana saldıracaqdı, Amerika istəməsə də səbəbin birində bu enerji atomunun Ajans Enerji Atomunun o bəyaniyəsini vurğuladım. Yəni o özü də bir tərəfdən yəni təyin elədi ki, İran ehtimal ki, atom bombasına əl tapacaqdır və bu da İsrailin mənim nəzərimə əlini daha açıq tutdu. Yəni vurmağa izin elə bir ki, beynəlmiləl səviyyədə bir izin verildi, mən anlamında dəyərləndirdim. Yəni bu gedişatın anlamısı, bunu yəni necə dəyərləndirsiniz? Bu da buna müdaxilə. Yəni İsrail bir türlü beynəlmiləl camiənin də fikrini aldı deyə bilirik. Yəni mən elə yorumladım ki, onlar elə bu izni verdilər ki, İsrailə də dedilər, yəni dünyaya dedilər ki, İran həstəyi bombaya da əl tapa bilər və bu dünyaya böyük bir təhlükədir. Və İsraildə bu yəni öncülük elədi deyə bilirik ki, bu beynəlmiləl səviyyədə. Bunu necə görürsünüz? Bilmirəm, araya verəcəksə də dostlar versinlər. Yo, İranın hələ vurulan yerləri indi bunun o kamançanın səsi zadın səsi sonra çıxacaq deyir. Bilirsiniz, bu hələ getdikcə bunlar aşkar olur. İsrailin dediyinə görə İranın bir çox şəhərlərində onlarca nöqtələri, dəqiq nöqtələri İsrail vurub. Bu İsrailin dediyidir. Tehranda 12 yeri vurublar. 12. Siz bir neçəsinin adını çəkdiniz, mən də o arada dedim, Ləvizanı da vurublar. Yəni və ya Nətənzdə tək bir yeri vurmayıblar, Nətənzdə bir çox yerləri vurublar. Bilirsiniz, İran təzəlikdə oğurluğu yenə də çıxdı da, dağın altını dəlib orada yeni təsisat qurmaq istəyirmişlər. Amerika, qərb ölkələri bildiyinə görə İran tez dünənləri elan elədi ki, bəli, bizim yeni bir yerimizdə vardı, dağın altını dəlmişik. Orada yeni təsisat quracaq. Dağın altını dəlirdin, əgər deyəcəkdim, bunu əvvəldən deyəydim də, niyə demirdin bə? İndi ki, bəlli olub deyirlər. Yəni, ona görə də İranın hələ haraları vurulubdur. Hələ biz bunu biraz keçsin, daha da çox öyrənəcəyik. Onun üçün də İran pis vəziyyətdə olduğunu indi nə qədər gizlətsə də, bu işin sabahı da var da, bir üzə çıxacaq axı. Onun üçün də İsrail odur ki, görünür, Netanyahunun da dediyi, sonraki deyişdə ki, yeni dalga başlanır yenə də, İsrail əl çəkməyəcək, özünün dediyinə görə biz deyir hədəfimizə satmayana qədər əl çəkməyəcək. Nəhai hədəfdə nə olduğu hələlik bir daha təkrar edeyim ki, demirlər. Bütün Avropada, Amerikada bu məsələdə əmin olun ki, %100 İsrailin yanında da hətta yalandan bu məsələnin əleyhinə bəyanat versələrdi. %100 İsrailin yanında. Çünki İran rejimi dünyanı bezdiribdir. Yəni o qədər bu müzakirə məsələsində məsələn istəyirlər ki, bunlar istəyirlər ki, müzakirə eləyə vaxtı öldürələr, güya Amerikanı anladalar. Amma bağışlayın, Trump dedi ki, belə olmaz. Dəqiq, hətta bu həftənin görüşü olsaydı əgər, Trump demişdi ki, burada ya o yan ya bir yan bəlli olmadı. Siz çox uzada bilməzsiniz bu işi. Onun üçün də fırıldaqdılar, yalancıdılar, müzakirə eləyəndə vaxt öldürməyi yaxşı bilirlər. Amma bunları da qərb ölkələri öyrənibdir. İranın o oyunu bu dəfə tutmayacaq. Məsud bəy, mən eşidirəm ki, qulağımdan deyirlər ki, biz ara almalıyıq. Elə bu aradan mən istifadə edeyim, deyim ki, mən də bir daha qoşulmağım hələlik dursun. Başqa dostlar bilirəm danışacaqlar. Məsud bəy, mən sizdən çox-çox təşəkkür edirəm bu qədər vaxt ayırdınız. Buyurun. Aradan sonra indi siz efir otağı özü bilir necə aparacaq. Ancaq mən bir daha millətimizdən necə gözlənti budur ki,
İran rejiminin xiyabanlara tökülmək deyir, o dəvətinə qulaq asmayın. Bu bizim işimiz deyil. Rejim özü bilir. İndiyəcən necə dağıdırdı, hər yerə meydan oxuyurdu. İndi bu meydan çıxsın, özü cavabını versin. Bizə dəxli yoxdur. Təşəkkür edirəm. Mən də bir dənə balaca bir cümlə qurum da Güney Azərbaycan demək olar millətimizə bu da səsləndim, evlatlarımıza, ata-babalarımıza və dəyərli dostlarımıza diqqət yetirin. Ya o Qasım Süleymanın o paramparça olduğu zaman təsliyyət mesajları bir çoxları paylaşırlar və sonra aralarında çox demək olar bir çoxlarının arasında girəyliklər başlandı, bir-birlərinə qarşılar oldu. Yenə də diqqət edin. Siz rejimin adamı değilsiniz. Onun için de bu adamların da bunlar da ölenler de rejimin adamıdır. Bizim adamımız değiller. Buna dikkat yetirseniz birbirimizin içinde de incirlik olmaz. Yani onun için səhvimizi belli edək. Bu çok doğrudur. Çünkü ben istemiyorum. Her ne olur olsun. Her ne felaket olacaksa yaşanırsa yaşansın. Yaşanıp zaten başımızda. Ancak birbirimizden uzak olmayaq. Birbirimize daha yaxın olaq. Onun üçün diqqət yetirmək, rejimi tərəfdarlıq eləmək heç doğru deyil. Heç kəsin də bunu da net deyim, heç kəsin də boynuna rejim o qədər yəni gücü yoxdur. İpsala deyək ki, illa ya buna deyilən şəhid, ya buna bir dənə yas mərasimi, ya buna bir dənə histori paylaş. Etməyin və bir-birimizə daha da bağlısıq. Gələcək zaten bizimkidir. Mən bu fürsətdə bizə yaranıb ki, bizim birliyimiz daha çoxalsın. Dəyərli izləyicilər, bir ara veririk yenə də. Təşəkkür edirəm Məsud bəy, çox təşəkkür edirəm, düz dediniz. Yəni öz dövlətlərimiz vardı. Bizim İran rejimi bizim dövlətimiz deyil ki. Bizim dövlətimiz var, Azərbaycan dövlətidir. Qardaş dövlətimiz var, Türkiyədir. Yəni bizim öz dövlətlərimiz ola gedib İran rejiminin tərəfdarlığı eləyən olmamalıyıq. Təşəkkür edirəm. Dəyərli izləyicilər, çox sağ olun. Bir ara veririk yenə də dostlarımız güncəl və olub bitən məsələləri sizdən təhlil etməyə davam edəcəkdir. Sağ qalın, səlamət yaşayın.